Dostlar, yenə xoş gördük. Dərslərimiz davam edir. Keçən dərs yadınızdadsa dostlar, biz 5 ümumi anlayışdan danışdıq. Dedik ki, 5 ümumi anlayış bizə tərif bəhsində lazım olacaq. Çünki biz əşyalara, nəsnələrə tərif verərkən o 5 ümumi anlayışdan istifadə edəcəyik. Və tərif bəhsi əvvəldə də qeyd etmişəm, məntiqin ən önəmli hissələrindən biridir. Çünki bizə doğru əşyalar barədə, nəsnələr barədə doğru tərif verməyə və bunun vasitəsilə həmin nəsnələr haqqında doğru, düzgün təsəvvürə sahib olmağa yardım edən əsas bəhsdir. Çünki biz bir şey araşdırarkən, bir şey haqqında hökm çıxararkən birinci o şeyi düzgün tanımalıyıq. O şeyi düzgün tanımadan o şeyi heç vaxt düzgün araşdıra bilmərik. Və bir şeyi düzgün tanımaq üçün o şeyə düzgün tərif verməliyik. Xülasə, tərif bəhsi önəmli bəhsdir. Müəllif burada tərifin 5 növünü qeyd edir. 1. Şərh edərək verilən tərif, söz vasitəsilə verilən tərif, 2. 3. Misal vasitəsilə verilən tərif, 4. His vasitəsilə verilən tərif və sonuncu bölgü vasitəsilə verilən tərif. Bugün dostlar, birinci növdən danışacağıq. Şərh, izah edərək verilən tərif. Yəni bir şeyə tərif verərkən onu izah edirik, onun mahiyyətini izah edirik. Bu tərifin izahı nədir? Yəni bu növ tərifin izahı nədir? Birinci bundan başlayaq. Buyurur ki, şərh vasitəsilə şərh edərək verilən tərifdən məqsəd budur ki, biz tərif verilən şeyi, yəni o şey ki, barəsində danışırıq, ona tərif veririk. Tərif verilən şeyi izah etmək üçün bir neçə sözdən istifadə olunması, buna deyirik şərh edilərək verilən tərif. Və burada tərifin içərisində tərifdə istifadə edəcəyimiz sözlər çox önəmlidir. Niyə? Çünki tərifdən məqsəd tərif olunan şey barədə qarşı tərəfin zehnində aydın bir təsəvvür yaratmaqdır. Əgər məqsəd qarşı tərəfin zehnində aydın bir təsəvvür yaratmaqdırsa, o zaman seçəcəyimiz kəlmələr məhz bu hədəfə xidmət etməlidir. Elə sözlər seçməliyik ki, tərifdə bizə o barəsində danışdığımız şeyin mahiyyətini açıqlasın və aydınlaşdırsın. Amma məqsədə xidmət etməyən digər sözlərdən istifadə eləsək, məsələn, elə sözdən istifadə edə bilərik ki, o, necə deyim, qarşı tərəfi izah etmək yerinə onu daha da qəlizləşdirsin, mənasını daha da qapalı formaya salsın, qapalı hala salsın. Bu cür sözlərdən istifadə etsək, o zaman bizim verəcəyimiz tərif düzgün tərif olmayacaq. Deməli, tərifdə seçəcəyimiz sözlər önəmlidir. Müəllif burada bir neçə misal qeyd edir. Mən də bir misalı qeyd edim, müəllifin qeyd elədiyi misalı. Məsələn, Qətər dövləti. Biz istəyirik Qətər haqqında bir tərif verək, Qətərə tərif verək ki, qarşı tərəfdə Qətər haqqında bir təsəvvür yaransın. Müəllif deyir ki, birinci mərhələdə belə tərif verə bilərik. Qatar dövlətun. Qətər bir dövlətdir. Baxın, burada işlətdiyimiz dövlət sözü bizə Qətər haqqında bir məlumat verdi, zehnimizdə Qətər haqqında bir təsəvvür yaratdı və bizə aydın olur ki, Qətər dövlətdir. Deməli, bu dövlət sözü Qətəri dövlət olmayan digər obyektlərdən, nəsnələrdən ayırdı. Lakin bu tam da kifayət etmədi. Niyə? Çünki dünyada tutalım 194-195 dənə ölkə var. Qətər onlardan sadəcə biridir. Qətər dövlət sözü Qətəri dövlət olmayan digər nəsnələrdən ayırdısa, ayırmağına baxmayaraq, amma digər dövlətlərdən ayırmadı. Ona görə dövlət qeydi burada tam deyil, yarımçıqdır. Bir mənada Qətər haqqında düzgün təsəvvür versə də, amma tam məlumat vermədi. Ona görə biz burada növbəti qeydi əlavə etməyə ehtiyacımız var. O da Ərəbiyyatın sözüdür. Qətər ərəb dövlətidir. Bu ərəb qeydi Qətəri ərəb olmayan digər ölkələrdən də ayırdı. Avropa ölkələrindən, Amerika ölkələrindən, uzaq şərq ölkələrindən və s. Amma digər ərəb ölkələrindən ayırmadı. Niyə? Çünki dünyada 22 dənə ərəb ölkəsi var. Bu ərəb sözü ərəb olmayan ölkələrdən ayırdısa, amma digər 21 ərəb ölkəsindən ayırmadı. Deməli, burada yenə növbəti qeydə ehtiyacımız var. Müəllif deyir ki, növbəti qeyd xəliciyyətun, yəni körfəz sözüdür. Yəni ərəb, Qətər, körfəz ərəb ölkəsidir. Bu körfəz sözü körfəz olmayan digər ərəb ölkələrindən ayırdı, lakin yenə körfəz ölkələrinin hamısından ayırmadı. Deməli, burada yenə növbəti qeydə ehtiyacımız var. O da şibhu cəzirə sözüdür, yarımada sözüdür. Deməli, bu şibhu cəzirə sonuncu qeyd Qətəri artıq bütün dövlətlərdən ayırdı. Deməli, ərəb ölkələrindən də ayırdı, ərəb olmayan ölkələrdən də ayırdı, körfəz ölkələrindən də ayırdı və bu sonuncu qeydlə bizə aydın oldu ki,
Qətər elə bir dövlətdir ki, o Körfəz ölkəsidir, Ərəb ölkəsidir və yarımadadır. Baxın, burada söhbət yarımada deyərkən Körfəz ölkələrindən gedir. Yarımadadır. Və bu sonuncu qeyd Qətər haqqında bizdə tam bir təsəvvür yaratdı. Ona görə istifadə edəcəyimiz kəlmələr, sözlər çox önəmlidir. Məqsəd qarşı tərəfə danışdığımız şey haqqında tam dolğun məlumat verməkdir, onun zehnində tam dolğun bir təsəvvür yaratmaqdır. Ona görə bütün lazım olan qeydlərdən istifadə etməliyik ki, ortada qarşılıqlıq olmasın. Qarşılıqdan məqsəd nədir? Yəni, elə bir söz istifadə etmək ki, onun dəlaləti ümumi olsun, həm danışdığımız şeyə şamil olsun, həm digər şeylərə şamil olsun ki, onun şərtlərini indi burada qeyd edilməlidir. Bunlar haqqında danışacağam. Deməli, bu növ tərif ki, biz buna şərh edilərək verilən tərif dedik. Müəllif bu növ tərif üçün 5 dənə şərt qeyd edir. Aydındır, 5 dənə şərt. Birinci şərt budur ki, tərif cami olmalıdır. Cami yəni əhatəli olmalıdır. Nə deməkdir tərif əhatəli olmalıdır? Yəni dostlar, biz əgər bir şeyə tərif veririksə, hansı ki o ümumi anlayışdır. İndi Qətər xüsusi fərdi anlayışdır, ondan işim yoxdur. Amma ümumi bir şey haqqında danışırıqsa, ümumi bir anlayış haqqında danışırıqsa, o şeyə elə tərif verməliyik ki, o həmin şeyin bütün tərif həmin şeyin bütün fərdlərini özündə ehtiva eləsin. Məsələn, insan haqqında danışırıq. İstəyirik insana bir tərif verək. Əgər kimsə gəlib insanı bu cür tərif etsə ki, insan şair olan canlıdır. Müəllif burada bu misalı çəkib. Əl-insanu hayvanun şair. İnsan şair olan canlıdır. Baxın, burada bu tərif şair, canlı, insan haqqında bizdə müəyyən bir təsəvvür yaratdı, doğrudur. Lakin bu qeyd, şair qeydi, insanın bütün fərdlərini özündə ehtiva etmir. Çünki insanların hamısı şair deyil. Yalnız bir hissəsini özündə ehtiva edir. Deməli, bu tərif yarımçıq tərifdir, doğru tərif deyil. Niyə? Çünki barəsində danışdığımız anlayışın, yəni insanın bütün fərdlərini özündə ehtiva eləməlidir. Biz burada nə deməliyik? Əl-insanu hayvanun natiq. İnsan düşünən canlıdır. Düşünmək artıq bütün fərdlərə şamildir. Bütün fərdləri ehtiva edir. Deməli, tərifdə birinci şərt nədir? Tərifimiz əhatəli olmalıdır. Barəsində danışdığımız məfhumun, anlayışın bütün fərdlərini ehtiva etməlidir. İkinci, tərif mane olmalıdır. Manidən məqsəd nədir? Yəni, barəsində danışdığımız məfhumdan əlavə digər məfhumların fərdlərinin daxil olmasına mane olmalıdır. İcazə verməməlidir ki, o tərif vasitəsilə biz digər məfhumların, anlayışların fərdlərinin, predmetlərini də bura daxil edək. Məsələn, tutalım, İslam haqqında istəyirik biz İslama tərif verək. İslam nədir? Əgər biz desək ki, İslam səmavi dindir, bu müəyyən qədər tərif düzdür. İslam səmavi dindir və bu tərif İslamı səmavi olmayan, qeyri-səmavi dinlərdən ayırır. Lakin digər bütün səmavi dinlərdən ayırmadı. Niyə? Çünki xristianlıq da səmavi dindir, yahudilik də səmavi dindir. Deməli, bu tərif mani tərif olmadı. Yəni, digər fərdlərin ora daxil olmasına maniçilik törətmədi, əngəl olmadı. Amma əgər biz bura əlavə bir qeyd də gətirsək ki, İslam Həz. Məhəmmədin gətirdiyi səmavi dindir, onda bu tərif artıq mani oldu. Niyə? Çünki digər fərdlərin artıq bu tərifə daxil olmasına imkan vermədi. Çünki yer üzündə Həz. Məhəmmədin gətirdiyi bir dənə din var, o da İslam dinidir. Bu, artıq xristianlığa və yahudiliyə şamil olmur. Deməli, ikinci şərt nədir? İkinci şərt budur ki, verəcəyimiz tərif mane olmalıdır. Manidən məqsəd nədir? Yəni, başqa anlayışın fərdlərinin buraya daxil olmasına mane olmalıdır. Üçüncü şərt nədir? Təkrar. Təkrar olmamalıdır. Yəni, tərif, bir şey tərif verərkən orada təkrar olmamalıdır. Çünki təkrar söz bizə həmin şeyin mahiyyətini aydınlaşdırmaqda heç bir köməklik göstərmir. Sadəcə olaraq biz bir şeyi təkrarlamış oluruq. Burada müəllif bir neçə misal çəkir. Məsələn, Əl-Məzahibül İqtisadiyyə. Bəli. Deməli, iqtisadi liberalizm burada misalını çəkir. Əl-liberaliyyə, əl-iqtisadiyyə. İqtisadi liberalizm nədir? Buyurur ki, iqtisadi liberalizm budur ki, deməli, yəquma alə rəsməliyyə kapitalizm üzərindədir. Kapitalizmə söykənir bu. Və burada fərdi mülkiyyət çox önəmlidir.
həm dövlətin belə deyək, müdaxiləsinə burada neynir? Limitləşdirir, həm də burada fərdi mülkiyyətçiliyə önəm verir. Müəllif buyurur ki, biz iqtisadi liberalizmə bu cür tərif verəndə burada neynəmiş oluruq? Təkrar etmiş oluruq. Bəzi təkrar sözlərdən istifadə etmiş oluruq. Nəyə görə? Çünki məsələn, burada biz iqtisadi liberalizmə tərif verəndə rəsməliyyə sözündən istifadə etdik, yəni kapitalizm. Bu kapitalizm sözü zaten deyir ki, zaten fərdi mülkiyyətçilik olsun və ya dövlətin müdaxiləsi olsun, bu kimi şeylərə müəyyən qədər neynir? Ehtiva edir bu mənanı özündə, ehtiva edir. Yəni biz əgər kapitalizmdən danışırıqsa, deməli kapitalizmdə həm dövlətin o sosializmdə olduğu kimi maksimum müdaxiləsi yoxdur, həm də burada müəyyən qədər fərdiyyətçilik var, fərdi mənfəət var və s. Yəni sosializmdən bir növ ayırır. Yəni kapitalizmin sözünün yanında bir də bunları əlavə olaraq qeyd etmək, bu deyir təkrarçılıqdır. Buna ehtiyac yoxdur. Çünki o təkrar söz indi təkrar biri var, eyni söz təkrar olunsun, bir də var eyni məna müxtəlif sözlərlə təkrar olsun. Müəllif deyir ki, burada eyni məna müxtəlif sözlərlə təkrar olub və buna ehtiyac yoxdur, çünki bu təkrar sözlər bizə yeni heç nə qazandırmır. Bu üçüncü şərt. Dördüncü şərt nədir? Dördüncü şərt budur ki, müəllif qeyd edir ki, tərif olunan şeyin özü tərifdə qeyd olunmasın. Yəni biz bir şeyə tərif verərkən, tərifin içərisində həmin şeyin özünü qeyd etməməliyik. Məsələn, fizika elmi nədir? Əgər biz fizika elmdə belə tərif versək ki, fizika elmi fiziki şeyləri araşdırır, görürsünüz burada burada tərif edəcəyimiz şey tərifin özündə qeyd olundu. Biz fizikanı araşdırmaq istəyirik, amma bu fiziki sözünü də tərifin özündə qeyd etmiş olduq. Təbii ki, bu bizə yeni heç bir məna, yeni bir heç nə qazandırmadı, mətləbi də aydınlaşdırmadı, əksinə mətləbi daha da qəlizləşdirdi. Yəni fizika nədir? Fiziki şeyləri öyrənən elmdir, bəs fiziki şeylər nədir? Görürsünüz dostlar, burada yeni heç nə aydın olmadı. Biz yeni nəsə öyrənmədik. Ona görə tərif edəcəyimiz şey tərifin özündə qeyd olunmamalıdır. Biz əgər fizikanı araşdırırıqsa, fizika nədir? Sualını verirsə, burada fizika sözünü də bu və ya digər mənada tərifin içərisində qeyd etməməliyik. Onun əvəzində onun mənasını bizə açan başqa alternativ sözlərdən istifadə etməliyik. Və sonuncu şərt budur ki, tərifdə dövr, yəni qapalı dairə olmamalıdır. Yəni qapalı dairə nədir? Çox qısa izah verim. Deməli, iki şey təsəvvür edin ki, iki şey bir-birindən asılıdır. Hər ikisinin varlığı bir-birindən asılıdır. Məsələn, A deyirik ki, A nəsnəsi B nəsnəsini yaradıb. Amma B nəsnəsi də A-nı yaradıb. Deməli, A B-ni yaradır, B də A-nı yaradır. Hər ikisi bir-birini yaradır. Bu artıq qapalı dairədir. Niyə? Çünki A B-ni yaratmaq üçün gərək B yox olsun, A var olsun. Və A B-ni yaradır. B A-nı yaratmaq üçünsə gərək B var olsun, A yox olsun. Görürsünüz, qarışıq bir paradoksal hal yaranır. Axı biri digərini yaratmaq üçün biri əvvəl mövcud olmalıdır, digəri yox olmalıdır. Və biz eyni anda da deyirik ki, o birisi də bunu yaradır. Yəni o birisi əvvəl var imiş, bu birisi yox imiş. Halbuki əvvəlki fərzdə biz deyirdik ki, bu birisi var, o birisi yoxdur. Yəni A B-ni yaradarkən A var, B yoxdur. Amma eyni anda da biz deyirik ki, B də A-nı yaradıb. Halbuki B yox idi, A var idi. Bu fərzdə isə deyirik ki, B var, A yoxdur. Aydındır, buna deyirlər qapalı dairə. Yəni tərif verərkən elə olmalıdır ki, bu tərif qapalı dairəyə səbəb olmamalıdır. Yəni mənim verəcəyim tərif o tərif olunan şeyi aydınlatmalıdır. Nəinki biri digərindən və o birisi də bu birisindən asılı bir vəziyyətə salmalıdır. Mən tərif verərkən tərif olunandan istifadə edirəm, kömək alıram və tərif olunan da eyni zamanda mənim tərifimdən kömək alır. Yəni tərif etdiyim şeydən kömək alır. Bu artıq bir qaranlıq hal yaranır burada. Məsələn, A tərif olunan şeydir, B o tərifdə istifadə etdiyim kəlmələrdir. Mən tərif olunan A-nın izahı üçün B-dən istifadə edirəm. Eyni zamanda B istifadə etdiyim o sözlər o qədər qapalıdır ki, təzədən A-ya ehtiyac yaranır. Halbuki A-nın özü B-yə ehtiyac duyurdu. Xülasə, burası ola bilər qarışıq olsun bu sonuncu qapalı dairə məsələsi. Əgər qaranlıq qaldısa, rəylərdə yazarsınız dostlar, mən əlavə izah verərəm. Xülasə, bu 5 şərt önəmlidir. Əgər biz bir şeyə düzgün tərif etmək istəyiriksə, o şey birinci cami olmalı, yəni fərd bütün fərdlərini ehtiva etməlidir. 2 mane olmalıdır, yəni başqa fərdlərin, predmetlərin tərifə daxil olmasına mane olmalıdır. 3-cü, təkrara yol verilməməlidir.
Dördüncü, tərif etdiyimiz şeyin özü tərifdə keçməməlidir. Beşinci isə dövr, yəni qapalı dairəyə səbəb olmamalıdır. Bu, birinci növ tərif haqqında izah idi. İnşallah növbəti dərslərdə növbəti təriflər haqqında məlumat verəcəm. Bugünlük bu qədər.